Xırdalan şəhərində ən gözəl ərazidə, hündür bir ərazidə, Xırdalan şəhərinin polis bölməsinin arxa hissəsində geniş bir 2 mərtəbəli 4 otaqlı ideal təmirli həyət ev təqdim edirəm. Həyət evimizin torpağında sənəti var, evinin də sənəti var. Xüsusi mülkiyyət paket kupçalı, ideal bir həyət evi. Qoşa daşla inşa edilib, mərtəbə arası monolit betondur. Hətta onu da qeyd edeyim, 1 tonluq ehtiyat su çənimiz padvaldadır. 32'lik kombimiz hazır işləh vəziyyətdədir. Yəni sən günü səhər alıb gəlib köçüb bu evi yaşaya bilərsən. Təqribən orta hesabla evin həyətinə bir 3 avtomobil rahatlıqla daxil ola bilir. 3 avtomobil rahatlıqla daxil olur. Qiyməti də çox ideal bir qiymətdir. Az bir miqdarda da endirim nəzərdə tutulub. Plussa evimiz yerdən kürsülüdür. 5 daş kürsü üzərində inşa edilib. Bir daha təqdimat edirəm, qoşa daşdır. İdeal bir evdir. Daxil olarkən bizi belə bir giriş qapımız qarşılayır. Daxil olarkən belə bir granit alandır. Lüstraları, pərdələri, hamam aksesuarları və mətbəx mebeli quraşdırılıb. Sağ əl istiqamətində kifayət qədər ölçüsü böyük olan qonaq otağımız. Düz irəlidə mətbəx dalanı. Sol əl istiqamətində 2-ci mərtəbəyə çıxış pilləkən və pilləkən alt hissəsi isə artıq veşlər yığmaq üçün skladdır. Solda isə ümumi sanuzelimiz. Gəlin təqdimat edeyim sizə gözəl böyük olan qonaq otağımızdan. Belə bir qonaq otağımız var. Kifayət qədər ölçüsü yekədir, ideal təmirlidir. Bir də söz deyim, mənzil tam açıqdır ətrafı. Yəni heç bir pəncərəsinin qarşısı qapalı deyil, tam olaraq açıqdır. Döşəməmiz taxtadır. Birinci və ikinci mərtəbə arası, yəni tavan hissəsi monolit betondur. Qiyməti sizlərə bir daha açıqlayıram. 88.000 manatdır. Real alıcıya qiymətində az bir miqdarda endirim nəzərdə tutulub. Kuxna mebeli quraşdırılıb. Unvanliki, qazpeci, aspiratoru, yəni hazır vəziyyətdədir. Gördünüz, belə bir normal mətbəxdir. Əgər istəsəz mətbəxə kiçik bir divan, masada qoyub əyləşə bilərsiniz. Gəlin, ümumi sanuzelini təqdim edeyim sizə. Dəyərli dostlar, ev haqqında ətraflı məlumat almaq üçün bizə müraciət edin. Satışında sizə tez bir zamanda köməklik göstərək. Ümumi sanuzelimiz daxil olmaqla, birinci mərtəbənin mətbəx də daxil olmaqla yeri isti döşəmədir. İkinci mərtəbədə yerləşir açıq eyvan, 3 yataq otağı və bir də ümumi sanuzelimiz. Belə bir ikinci mərtəbəyə çıxış pilləkəni alanımız var. Görürsünüz. İkinci mərtəbəmizdə koridor sistemidir. Gəlin təqdimat edeyim sizə ən birinci yataq otaqlarımızdan, böyük yataq otağımızdan. Normal qaydada normal təmirlidir. Burada növbəti yataq otağı. Gördünüz, belə bir hazır giryaşı evdir. Dəyərli dostlar, vaxtınızı bizə ayırıb, bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm, sağ olun.